Qiymət 5 manat olan var, belə ayaqlar var, qiymət 10 manat. Qiymət olaraq bunlar 28 manat perakəndə satış qiyməti. Bir materiallandı, qiymət 6 manat. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Bugün gəlmişik sizlər üçün anonsunu verdiyimiz Zoo mağazası, Zoo aksesuar mağazasının toptancısının detallı videosunu çəkməyə. TikTok və Instagramda paylaşdığımız videonu reaksiyalar gəldi, suallar gəldi və çalışdıq ki, həmən sualları cavablayaq bu videoda. Öncə olaraq ünvan barəsində qeyd eləmək istəyirəm ki, mağaza yerləşir Sədərək Ticarət Mərkəzi, Şirniyyat Bazarı, sıra korpus 01, mağaza nömrəsi 7, sıra 10 və bura gördüyünüz Şirniyyat Bazarının arxa hissəsidir, hansı ki avtomobil parkingi yerləşir. Buradan girdikdə öncə gəlir 01-ci korpus, 10-cu sırada, amma Şirniyyat Bazarının digər tekstil, pərdə və s. tərəfdən olan əsas o girişdən girdikdə isə mağaza düşür sıranın axırına. Çünki bunu aydın izah etməkdə məqsədim odur ki, burada 10-cu sırada 2 dənə 7-ci mağaza var. Biri Amor Salon mallarda, hansı ki onu biz videosunu çəkmişik. Biri də həmən bu Zoo Aura mağazasıdır ki, 7-ci mağaza nömrəsi 7-dir. Biri 01-ci korpusdadır, biri isə 1-ci korpusda. Onun üçün detallı şəkildə sizə bildirmək istədim. İndi isə gedirik mağazaya və sizlərə həm çeşidləri göstərək, həm qiymətlərlə tanış eləyək. Və siz də marağınız olarsa, almaq istəsəniz qeyd et nömrələrini, əlaqə nömrələrini və s. qeyd eləyəcəyik. Instagram və s. ünvanlarını əlaqə saxlayıb alışlarınızı eləyə bilərsiniz. Həm topdan, həm də pərakəndə satış mağazada mövcuddur ki, rahat şəkildə tək-tək almaq istəyənlər də yaxınlaşıb ala bilər. Həmçinin mağazanın çatdırılması da var. Videoya keçməzdən əvvəl kanalımıza abunə deyilsinizsə, abunə olmağı unutmayın və bu videonu da bəyənin. Heyvanları sevən, heyvan saxlayan dostlarınızla da videonu paylaşmağı unutmayın ki, onlar da videonu görüb faydalana bilsinlər. İndi isə keçək mağazaya. Demək, ilk olaraq, təkrar olaraq sizə mağaza ünvanı və əlaqə nömrəsi, sosial şəbəkə ünvanlarını qeyd edəcəm ki, rahat şəkildə mağaza ilə əlaqə saxlaya bilərsiniz. Həmçinin Instagram və TikTok səhifələrindən də məhsulların çeşidlərini də yenə təkrar oradan baxıb incələyə bilərsiniz. Əlaqə nömrəsi 010 123 15 18. TikTok və Instagram səhifəsini də video aşağısında qeyd eləyəcək. Ümumi olaraq mağaza haqqında, toptancı haqqında öyrəşdirsək ilkin olaraq və daha sonra isə detallı şəkildə göstərəcəyik. Demək, burada it və pişiklər üçün aksesuarlar, daşınmaq üçün ləvazimatlar, həm geyim mövcuddur, həmçinin daraqlardır, sonra boyunluqlardır, yem qablarıdır, su qablarıdır, bezləridir, daha sonra yatacaqlardır ki, bu mağazadan əldə edə bilərsiniz. Bundan öncəki anons videosunda paylaşdığımız TikTok videosunda, TikTok və Instagramdan bizə yazırdılar. Bəzi suallar var idi ki, ümumiləşdirib cavab vermək istəyirik ki, hal-hazırda bu toptancı mağazada heyvan qidası satılmır. Qum soruşmuşdular və dərman preparatlar soruşmuşdular ki, onlar da il sonuna qədər inşallah mağazada olacaq. Hal-hazırda göstərəcəyimiz məhsullar, hal-hazırda görəcəyiniz məhsullar mağazada mövcuddur. Həm topdan, həm pərakəndə şəklində əldə edə bilərsiniz. Biz sizə indi pərakəndə qiyməti ilə olan qiymətləri deyəcəm. Məhsulların daha sonra isə kim ki topdan almaq istəyir, bölgələrdə bizə yazmışlar mağaza, həmən Zoo mağaza işlədənlər. Onlar isə topdan şəkildə aldıqda isə fərqli qiymətlə təklif olunacaq. Yenə də təkrar topdan qiymət almaq istəyənlər və yaxud da yaxın gələ bilmirlərsə regionlardan çatdırılma mövcuddur. Rayonlara işləyən, bölgələrə işləyən yük maşınları vasitəsilə qiymətləri, topdan qiymətləri əlaqə saxlayıb öyrənə bilərlər. İndi isə başlayaq. Mağazadan girişdən sağ tərəfdən başlayırıq. Qiymətləri ilə bir yerdə həmən aksesuarları sizə təqdim edək. Mağazaya girişdən sağ tərəfdən başlayaraq sizlərə məhsullar təqdim edəcəyik. İzləyicilərdən çox deyirlər ki, digər çəkilişlərimizdəki daha yaxından sizlərə göstərək. Gördüyünüz bu aksesuarlar, oyuncaqlar, rezin və plastik olaraq növləri var. Plastik olan daha azdır, yəni biraz daha sərt rezindən olan və daha yumşaq olan çeşidləri var ki, qiymət olaraq ölçüsünə görə yenə dəyişir. Burada 1 manat 50 qəpikdən, buradakı gördüyünüz rezin həmən aksesuarlar 1 manat 50 qəpikdən başlayır
3 manata, 4 manat 50 qəpiyə daha iri çeşidləri, daha sonra 5 manata olan bu cürə çeşidləri var. 11 manata olan çeşidi var. Biraz daha iri və fərqli. Detallı həm pərakəndə almaq üçün, həm topdan almaq üçün istəyənlər yenə də qeyd etdiyimiz əlaqə nömrələri ilə əlaqə saxlayıb maraqlanıb öyrənə bilərlər. Daha sonra isə burada digər aksesuarlar var ki, burada adlarının hamısını bilmirəm. Üzrlü sayasız 3 manata belə fərqli aksesuarlar mövcuddur. Daha sonra isə burada kiçik yumşaq oyuncaq çeşidlərdir ki, burada da qiymət 3 manata var. Bunların qiyməti qeyd olunmuş 3 manat 50 qəpiyə var. Bunlar da 3 manatdır, bunlar da 3 manatdır. Daha sonra 2 manat 50 qəpiyə bir qədər kiçik olan. Daha sonra belə balaca 2 manat 50 qəpi. Xanımlardan biri, izləyicilərdən biri yazmışdı ki, qiymətlər Teymurla eynidir, pərakəndə qiymətlər. Düzü bizim məlumatımız yox idi, Teymurdan da axtarış verməmişdi. İzləyici yazmışdı, demək ki, istifadə edirlər və qiymətləri də məlumatları var. Müqayisə üçün özünüz də edə bilərsiniz. Daha sonra isə burada gördüyünüz aksesuarlar geyimlər. Geyimlər sayılır. Ayaq üçün olan corablarımı deyək, bu şəkildə var. Kiçik ölçüləri, lap kiçik ölçüləri, daha sonra biraz burada artıq həm material olaraq dəyişir bunlar. Burada da qiymət başlayır 8 manata, 5 manata, 7 manata, 8 manat 50 qəpi. Fərqli rənglərdə, fərqli ölçülərdə və materiallarda həm parça, həmçinin biraz daha sərt olan çeşidləri var. Daha sonra burada belə biraz daha sərt materialla olan çeşidləri var. Bunların qiymətləri üzərində qeyd olunmuyor. Amma siz videodan görüb və qiymətini demədiyimiz məhsullar olarsa, qeyd olunan əlaqə nömrələri ilə əlaqə saxlayıb öyrənə bilərsiniz. Növbəti aksesuarlar gördüyünüz bunlar daraqlardır. Daha sonra isə dırnaq tutanlar var burada. Burada çimizdirəndə istifadə olunan əlcəklər var. Qiymət olaraq 7 manata olan çeşidi var, 6 manata olan çeşidi var. Daha sonra mikrofiberli, bir tərəfi belə mikrofiber olan çeşidi var. Bunlar isə qum qaşıqlarıdır, qum lapatkalarıdır. 3 manata olan çeşidi var. Burada da yəni qiymət ölçüyə görə dəyişir. 5 manata olan çeşidi var, biraz daha böyükləri. Daraqlar isə bu şəkildə olan daraq çeşidləri də var. Daha sonra bu şəkildə olan daraq çeşidləri var. Burada da xırda ölçü olan çeşidlər də var. 6 manata. Bunlar 4 manatdır düz olan. Şotka olanlar 7 manata olan çeşidləri var. Həmçinin baxım setlər də var ki, burada şotkadır, daraqdır və belə fəkəndaz daxildir. Bunların qiyməti 10 manat. Bunların da fərqli rəngləri var. Yaşıl, mavi. Daha sonra burada artıq gəlir boyunluqlar. Lazerlər də var. Lazerlərin qiyməti qeyd olunmuyor. Boyunluqlar da, boyun ipləri deyir 10 manat olan çeşid də var. Bunlar hamısı 10 manatdır. Bunlar isə biraz kiçik ölçüdür. 9 manat. Bunların da yenə fərqli rəng çeşidləri mövcuddur ki, arxa planda sizə göstərməyə çalışacağım. Daha biraz iri olan ölçüdə olan çeşidi isə 14 manatdır. Qeyd olunan qiymətlər təkrar olaraq qeyd edirəm ki, pərakəndə satış qiymətləridir. Topdan mağaza sahibləri, mağaza işlədənlər topdan qiyməti öyrənmək istəyirsinizsə, qeyd olunan əlaqə nömrələri ilə əlaqə saxlayıb öyrənə bilərsiniz. Burada da yenə fərqli yumaq üçün istifadə olunan rezin belə əlcəklər var. Daha sonra bu hissədə belliklər var, çeşidlər var ki, hansı ki xaltaları boynuna yox, bel hissəsindən burada yer də var. Yaxın keçirə bilirsiniz. Bunların da yenə fərqli ölçülərdə M, S, L heyvanın ölçüsünə görə olan bunlar da belli ölçülərdə mövcuddur ki, S-dən başlayır. Qiymət olaraq 15 manat, biraz böyükləri M ölçüləri 16 manat, L ölçüləri
16 manat 50 qəpik. Bu şəkildə dəyişir. Daha sonra burada fərqli biraz modellər var. Burada da ölçülər və fərqli maraqlı aksesuarlar mövcuddur. Burada da fərqli yenə belliklər var. Bunlar biraz daha sadə çeşidlərdir. Qiymət olaraq 11 manat. S ölçüsüdür. S ölçüsü 11 manatdır bunlar. Yenə də burada ölçüsünə görə dəyişir. M ölçüsü var 12 manata. Daha güzəli çeşidlərdir. Ondan da əlavə etmək istəyirəm ki, burada daşınma ilə bağlı soruşurdular heyvanların daşınmasına. Hətta çox çeşidi var. Fərqli həm ölçülərinə görə, həm materialına görə, rənglərinə görə və s. fərqli ölçülər mövcuddur. Baxın, burada belə şəffaf görüntü ilə olan, yəni görülə biləcək olan çeşidlər də var. Daha sonra bağlı qutular da var ki, daşınma üçün istifadə edə bilərsiniz. Mağaza girişdə sağ tərəfdə bunlar qeyd eləmək yaddan çıxdı. Təkrar olaraq bura qayıdıram. Və burada soruşmuşdular, həmən o bizdə öncəki videoda latoklar, heyvanların elə deyim, oturub incələcəyi aksesuarlar. Bunlar da ölçüsünə görə fərqli ölçülərdə və fərqli çeşidlərdə olan modelləri mövcuddur. Həm sadə vanna çeşidləri var, latok çeşidləri var. Həmçinin daşınma üçün olan çeşidlər də var ki, bunlar da həm bu şəkildə kiçik ölçü qiymət olaraq bunlar 28 manat pərakəndə satış qiyməti, bir qədər böyük olan çeşidləri bunun qiyməti, pərakəndə qiyməti 48 manatdır. Bir qədər fərqli burada yenə böyük ölçülə olan çeşidləri var. Cibinizə uyğun və istəyinizə uyğun olan fərqli modellər var. Bu qapaqlı belə çeşidi var. Videoda gördüyünüz çeşidlərin hansı sizə maraqlı gəlirsə, qiymətini öyrənmək istəyirsinizsə, əlaqə nömrələrindən əlaqə saxlaya bilərsiniz. Daha sonra burada bunlar itlər üçün olan xalta çeşidləridir, itlərdir ki, qiymət olaraq 12 manat. Bu çeşidlər 12 manatdır. Biraz daha nəzik çeşidləri var. Daha sonra belə biraz daha incə olan modellər var. Bunlar 6 manatdır. Burada da yine fərqli rəng çeşidləri mövcuddur ki, sevdiyiniz rəngi ala bilərsiniz. Bunlar da biraz sərt materiallandı. Qiymət 6 manat. Bunların da rəng çeşidləri var. Bu hissədən isə başlayır qidalanmada yemək üçün istifadə olunan aksesuarlardır, qablarıdır ki, burada da sadə plastik çeşidlərdən başlayır, ölçüsünə görə yenə dəyişir. Qiymət olaraq ən ucuzu 1 manatdır, həmən bu sadə çeşidlərin. Daha sonra 1 manat 50 qəpik, 3 manat, bu ölçülər 3 manat, daha böyük ölçülər var, qiymətə qeyd olunmuyub. Bunlar da ən sadə plastik olan yem qabı qidalanmada istifadə olunan çeşidlərdir. Daha sonra biraz fərqli materialda, dəmir materialda olan yem qabıdır. Qiyməti 8 manat. Getdikcə burada da yenə ölçü böyüdükcə qiymətə dəyişir. 11 manata olan qiymətləri var. Kiçik ölçülər var. Həmin dəmir 4 manatdır. Burada da yenə fərqli rəng çeşidlərini mövcuddur. Bu yəqin ki oynamaq üçün olan aksesuardır. Qiyməti 8 manat. Belə yumuşaq olan model var, belə quş olan model var. Burada su və yem birlikdə olan modeldir. Buradan sudur, burada qidalarıdır. Bunun qiyməti
Pərakəndə qiyməti 25 manat. Belə modeli var 21 manata. Daha sonra həmən dəmir olan modelin bu variantı var. 5 manat 50 qəpik. Həmən qidaların depolu belə rezervli olan qap çeşidləri də var. Bunların həmçinin elektron versiyaları da var ki burada. Bunlar qiymət olaraq 130 manat, biraz bahalardır 180 manat. Burada da yenə fərqli görkəmdə fərqli qablar var. Yem qabları qiymət 5 manat olan var, belə ayaqlar var, qiymət 10 manat. Burada da yenə ölçüsünə görə qiymət dəyişir. Belə elektron xaltalar var. Qiyməti qeyd olunmuyub. Qiymətini öyrənmək istəyənlər əlaqə saxlayıb öyrənə bilər. İkili 12 manata olan yem. Pişiyin formasında bir şey var. Belə ayaqlar var 23 manata. Burada isə masajör, masaj aparatlardır. Pişiklər üçün olan 20 manat. 23 manat üzr istəyirəm qiyməti. Bunlar isə lazerlərdir. Baxın şəklində də pişiyinizin boynuna və yaxud da bilmirəm, itlərdə istifadə olunur yoxsa yox. Qiymət olaraq bunlar 6 manatdır. Bunların qiyməti qeyd olunmayıb. Məncə eynidir. Bunlar da 6-7 manat bir civarda olar. Bunlar isə yenə oyuncaqlarıdır. Aksesuarlardır. Bunlar baxım. Öncə soruşduq. Baxım məhsullarıdır. Qiymət olaraq 6 manat. Daha sonra isə demək yenə də soruşurdular. Bir neçə kommentlərdə rast gəldi ki, bezlər, həmən it və pişiklər üçün olan bezlər. Onu qeyd eləyək ki, bezlər ölçüsünə görə və modelinə görə, istehsalçı ölkəyə görə qiymətlər dəyişir. Ümumi olaraq qiymət olaraq paçkası 16 manatdan başlayır. Fərqli çeşidlərdə fərqli modelləri var. Qiymətini və ölçüsünü əlaqə saxlayıb deməklə siz qiymətini öyrənə bilərsiniz və sifariş edə bilərsiniz. Bölgələrə qeyd etdiyim kimi topdan satış və topdan satış, topdan alış eləmək istəyənlər üçün çatdırılma mövcuddur. Şəhər daxili də metrolara 50 manat üzəri olanda metrolara çatdırılma olur. Kiçik sifarişləri mağazadan rahat şəkildə pərakəndə almaq istəyirsə gəlib əldə eləyə bilərsiniz. Bu aşağı hissədə gördüyünüz bütün çeşidlər isə, bunlar isə yumşaq oturması üçün istifadə olunan modellərdir, döşəkçələrdir. Buralarda da qiymət qeyd olunmayıb, amma bəzilərində qiymət var. Bunlar həm bayaq öncə mağaza sahibi ilə danışdıq, həm dəst şəklində, həm tək-tək də almaq imkanınız var. Belə tək modellər var. Qiymət 24 manat. 28 manata biraz daha böyük ölçü olan çeşidlər var. Daha sonra burada ikili dəstlər var. 47 manat. Belə tək olan yuva modelləri var. Qiyməti 41 manat. Pərakəndə satış qiyməti. Digər hansı model sizə burada qiymətini deyə bilmiriksə, bunların qiyməti qeyd olunmayıb. Kreslo formasında. Üzərin belə ədyalı da var, yastığı da var. Hansı maraqlı gəlirsə, görürsünüz və qiymətini öyrənmək istəyirsinizsə, əlaqə saxlayıb öyrənə bilərsiniz. Burada da belə maraqlı 2 dənə var. Bunların da çox fərqli bir görünüşü var. Bunun qiyməti qeyd olunub 34 manat. Pərakəndə satış qiyməti 34 manat. Qarşıdan qış gəlir. Heyvanlarınızı sevirsinizsə, bax belə gözəl evlər, döşəkçələr, domiklərin alıb istifadə edə bilərsiniz. Daşınma sumkalarını çox soruşdular. Onunla bağlı yekun olaraq bir daha bunu təkrar edim. Bu cürə orta ölçülü, sadə olanlar 14-15 manatdır. Biraz kiçik ölçülər 11 manatdır. Daha fərqli olan modellər ki var, bundan öncə də göstərdik. Bagajlar, çanta formasında, dəri və yaxud da plastik formada. Onlar isə qiymətini, pərakəndə qiymətini və yaxud da topdan qiymətini maraqlanmaq
istəyirsinizsə, həmən qeyd etdiyimiz əlaqə nömrələrindən əlaqə saxlayıb öyrənə bilərsiniz. Ümid edirik ki, suallarınıza və istədiyiniz məqamları diqqətinizə çatdıra bildik. Hansı gördüyünüz videolarda məhsul maraqlanırsa və qiymətini biz demiriksə, onları da əlaqə saxlayıb öyrənə bilərsiniz. Təkrar olaraq mağaza yerləşir. Sədrə Ticarət Mərkəzi, Şirniyyat Bazarı, sıra 10, korpus 01, mağaza nömrəsi 7. Rahat şəkildə gəlib çeşidlərlə tanış ola bilərsiniz və həm topdan, həm də pərakəndə qiymətini öyrənib yerində də alış eləyə bilərsiniz. Sifarişlə də topdan sifarişlər də bölgələrə çatdırılma olunur. Bu qədər. Kanalımıza abunə olmağı, videonu bəyənməyi də unutmayın. Yaxınlarınızdan, dostlar, tanışlar, əgər ev heyvanı saxlayan varsa da bu videonu da onlarla paylaşın ki, onlar da bu sərfəli qiymətlərdən faydalana bilsinlər. İzlədiyiniz üçün təşəkkürlər.